Salam əziz abituriyentlər və ingilis dili öyrənənlər. Zaman testlərində, test formda gəldik. Demək, conditional sentence, şərt budaq cümlələri. Şərt budaq cümləsində bir asan qayda var və o şəkildə onları baxaraq daha rahat etmək olar. Birinci sualda deməli biz cümlənin bir tərəfinə baxmarıq. Will gələcək zaman olduğu üçün gələcək zaman indiki zamanla uzlaşır. Və burada if-dən sonraki tərəflərdə willləri mütləq çıxmalıyıq. Və rained, had rained bunlar keçmiş zaman olduğu üçün qalır D variantı. If it rains. İndiki zaman və gələcək zaman uzlaşır. İkinci sualda if it tomorrow be a snowman. Bu ortaq olaraq bu sualda səhv edilir adətən. Tomorrow-nu görüb burada will snow yazanlar olur. Amma diqqət etmək lazımdır ki, if-dən sonraki boşluqda, biz if-dən olan tərəfdə gələcək zaman istifadə etmirik. Yəni if-dən sonra biz will-ləri mütləq çıxmalıyıq ilk öncə. Və digər tərəfdə tomorrow-ya görə gələcək zamanı seçməliyik. Will olmalıdır. Will də keçmiş zamanla uzlaşmır, indiki zamanla uzlaşır, yəni Y variantı. If it snows tomorrow, we will make a snowman. Üçüncü sualda if you water at 100 Celsius degree, su deməli if-dən sonra biz yenə will çıxmaq lazımdır və heated keçmişdir, will gələcək zamandır, burada uzlaşma pozulur. Digər variantlara baxaq. Deməli, heat indiki zamanda, boil keçmiş zamandadır. Boiled, would keçmiş, will gələcək zamandır. Və qalır bir dənə burada A variantımız. Yəni, indiki zamanla indiki zaman uzlaşır. Heat və boils. Əgər suyu qaynatsan 100 dərəcədə, suyu isitsən 100 dərəcədə o qaynayacaq. Qaynayır daha doğrusu. Olur A variantı. Sonra dördüncü sualda if they, deməli, yalnız burada willləri çıxırıq, bir willimiz var. Left keçmiş zamandır, won't gələcək zaman uzlaşmaz. Have indi, would keçmiş zaman. Leave ki, indiki zamanda wouldn't keçmiş zamandır, qalır. If they had left earlier, they wouldn't have missed. Yəni, bu deməli, son vaxtlarda daha çox istifadə olunan bir şərt budaq cümləsinin bir növüdür və had də if-dən sonraki tərəfdə had, yəni keçmiş bitmişlə, digər tərəfdə isə would uzlaşa bilir. Beşinci sualda if I, if-dən sonra will və would-u çıxırıq, digərlərinə baxırıq. Had keçmiş zaman, will gələcək zaman, studied keçmiş zaman, will gələcək zamanda uzlaşmır deyə olacaq studied və would keçmişlə keçmiş zaman B variantı. Altıncı sualda uzlaşmaya baxırıq. Have indidir, would keçmişdir. Had keçmiş, would keçmişdir olur. Had keçmiş, will gələcək olmur. Have indi, would keçmiş olmur. Have indiki zaman, would isə keçmiş zamandır. Qalır bir dənə B variantı. If I had enough money, I would buy a new car. 7-ci sualda if they, deməli if olan tərəfdə will-i çıxdıq birinci. Sonra uzlaşmaya baxırıq. Ask indi, gave keçmiş. Ask indi, would keçmiş. Had keçmiş, will gələcək zaman. Qalır had asked, would have given. Yəni had-lə would uzlaşa bilir. Sonra 8-ci sualda if-dən sonra will və would çıxdıqdan sonra biz uzlaşmaya baxırıq. Paint və would uzlaşmır. Painted ilə will uzlaşmır. Qalır bir dənə A variantı. Painted keçmiş, would keçmiş uzlaşa bilir. 9-cu sualda if-dən sonraki tərəfdə will və would çıxdıqdan sonra qalır have ilə would uzlaşmaz. Had ilə will uzlaşmaz. Yalnız had ilə would uzlaşar. C variantı düzgün cavabdır. 10-cu sualda if I, would və would digər tərəfdə would çıxırıq. The traffic lights were keçmiş zamandadırsa biz bu zaman will gələcək və indiki zamanı tutaq. Çünki cümləmiz keçmiş zamandadır. Had və would uzlaşır. Yəni C variantı. Burada if ikinci tərəfdədir. If-dən sonraki boşluğa baxırıq. Would-u çıxıram. 2 dənə would-umuz var. Onu çıxırıq. Və deməli, burada wouldn't have got, had obeyed, wouldn't get, had obeyed. Bir də would have get və obeyed üçü də uzlaşa bilir. O zaman biz burada nəyə baxırıq? Əgər sən mənim deyək ki, təlimatlarıma itaat etsəydin, sən problem yaşamazdın və yaxud da problem əzab əziyyət çəkməzdin. O zaman deməli birinci tərəfdə wouldn't have got, ikinci tərəfdə isə had obeyed olmalıdır.
Deməli, burada will have got tərcüməyə görə olmur. Wouldn't get niyə olmur? Çünki bu would'dan sonra would have olanda isə bu ki, deməli bizim şərtimiz də budur ki, şərt budaq cümləsində had keçmiş bitmiş zamandan would have olmalıdır. Would have sonra past participle, yəni feilin üçüncü forması birləşdirilməlidir. Ona görə burada get sözündən əvvəl burada have got olmalıdır. Ona görə bu səhvdir. Qalır A variantı. 12-ci sualda would və will-i çıxırıq if-dən sonraki boşluqlarda və uzlaşmada had-lə had olmur. Deməli, deməli, şərt budaq cümləsində bir tərəf had-dirsə, digər tərəf isə would olmalıdır. Yəni, had looked, bir də would have seen. Ona görə bunları da çıxırıq. Qalır had və would. Deməli, if I would və will-i çıxıram, qalır A və B variantları. Both ilə have uzlaşmır, qalır would keçmiş, had keçmiş. 14-cü sualda if-dən sonra will-i, want-u, would-u və would-u çıxırıq, qalır doesn't indiki zaman, will isə gələcək zaman uzlaşır. What will happen if my parachute doesn't open? Sonra if-dən sonra will-i çıxdığımız zaman yenə uzlaşmaya left-lə easy, leave-lə want uzlaşır, bu qalsın. Had left-lə was uzlaşır, leave ilə would uzlaşmır. Deməli, uzlaşma olur, amma sadəcə burada if we leave card here, it won't be in anybody's way. Əgər biz maşını bura qoysaq, bu heç kimin yolunda olmayacaq. Yəni, heç kimin yolun üstündə olmayacaq. Amma had left olsa, bir tərəfdə had left olduğu zaman, digərdə isə would have olmalıdır. Buna görə bu şərt budaq cümləsinin şərtlərini ödəmədiyi üçün cavabımız C variantıdır. İndiki zamanla gələcək zaman uzlaşır. If you found keçmiş zamandır. Və cavablara baxırıq. Had done, did, do var. Sonra digər cavablarda isə would do, would have done və bir də have done var. Have done olmur, amma digərlərində would var, would have done var və iki tərəfdə də burada deməli had done və did var. Şərt budaq cümləsində bir tərəfdə keçmiş zamandadsa, digər tərəfdə isə would qoymalıyıq. Bunlar uzlaşmaya görə bunlar olur, amma şərt budaq cümləsində bir tərəfdə indiki zamanda gələcək zamandırsa, bir tərəfdə keçmiş zamandadırsa, o bir tərəf keçmişə nəzərən gələcək zaman, yəni would olmalıdır. Yəni qalır D variantımız. Bəs niyə D variantı olmur? Əgər birinci tərəfdə had olsaydı, ikinci tərəfdə would have done ola bilərdi. Amma bu sayda keçmiş olduğuna görə would-la şərt tutaq cümləsində would-la uzlaşmalıdır. Sonra 17-ci sualda what would you do if the lift stuck between the two floors? Would keçmişlər olduğu üçün bunları çıxırıq. Və would ilə would-un özü yox, həmişə keçmiş sayda zaman uzlaşır. Yəni olacaq got. If the lift got stuck between two floors. 18-ci sualda if-dən sonra will-ləri, would-ları çıxdığımız zaman qalır 1 və 3. Yəni D variantı. Had-lə could uzlaşır, could-la had uzlaşır. İkisi də uzlaşa bilir. Sonra if-dən sonraki boşluqda biz would-ları, will-ləri çıxdığımız zaman 1 və 4 arasında qalırıq. Qalır C variantı. Sonra 20-ci sualda if-dən sonra will-i çıxdığımız zaman had-lə will uzlaşmaz. Does indikidir, might keçmiş uzlaşmır. Did keçmiş olduğuna görə will-lə uzlaşmır, amma qalır D variantı. Did və might look uzlaşır. Deməli, if-dən sonra deməli will-lər, want-lar çıxır. Uzlaşmaya görə would keçmiş zamanda have-lərlə heç vaxt uzlaşmır. Would nə ilə uzlaşır? Yalnız had-lə uzlaşır. Yəni D variantı. 22-ci sualda more tourists to this country if-dən sonra yenə will və would-u çıxırıq. Uzlaşmaya görə will-lə had uzlaşmır. Would keçmiş olduğuna görə ancaq had olur. Would come və had keçmiş olur. 23-cü sualda if I deməli will və would çıxdığımız zaman no ilə will uzlaşır, new ilə would uzlaşır, had no ilə isə would have uzlaşır. Yəni 1, 3, 4. Yəni D variantı. 24-cü sualda if-dən sonra will-ləri çıxdıq. Willimiz var, çıxdıq.
Arrive-dən get uzlaşmır, arrive ilə would uzlaşmır, qalır B və Y variantı. Had sonra V3 gəlirsə, bu ancaq would-dan uzlaşır, had-dən uzlaşmır, qalır B variantı. 25-ci sualda if-dən sonra biz will-i və would-u çıxdıq. Listened ilə want uzlaşmır, had-lər qalır və had-də təbii ki, would-un have-dən uzlaşır, would have-dən uzlaşır, D variantı. 26-cı sualda will-ləri çıxırıq if-dən sonra və belong-dan can uzlaşmır, had-la want gələcək zaman uzlaşmır, don't-la would uzlaşmır, qalır didn't keçmiş, could-la uzlaşa bilir, yəni A variantı. Sonra 27-ci sualda if-dən sonra will çıxdığımız zaman digərlərdə uzlaşmaya görə baxırıq. Come indiki zamanda would-la uzlaşmır. 3-dən 5-ə çıxanda zaten 1, 2, 4 avtomatik qalır. Come-la will, want uzlaşır. Came-la would uzlaşır. Come-la don't uzlaşa bilir. Yəni 1, 2, 4 olur. 28-ci sualda if-dən sonra will-i çıxdıq. Goes-la will, went-la will uzlaşmaz. Goes-la would uzlaşmaz. Had keçmişdi, want-la uzlaşmır. Qalır goes və will, yəni B variantı. Və sonuncu sualımız if-dən sonra will-i çıxdığımız zaman will-i would-u çıxırıq. Qalır D və Y variantı. Got keçmiş, have indiki zamanla uzlaşmır. Could keçmiş, had keçmiş, bu da uzlaşır, yəni D variantı. Deməli, növbəti dərsdə mixed testlər keçəcəyik. Deməli, bütün zamanın övlərinin hamısını bir yerdə olan suallarını işləyəcəyik. Hələlik sağ olun. Gələn dərs görüşənədək.